Amil yaxşısan? Çox təəssüf ki, pis hadisələr bəzən qaçılmaz olur. Aylar öncə mən sizlə paylaşmışdım ki, Amil yıxılmışdı və dişlərindən çox pis sədə almış. Sədə nəticəsində ön 2 dişi damağın içərisinə girmişdi və həm onu çox incitmişdi, həm də düzəldikdən sonra isə estetik görünüşü demək olar tamamilə pozulmuşdu. Sonradan bu estetik görünüşün düzəlməsi üçün ayət doktora müraciət elədik. Başa breket müalicəsinə başlaya bilmədik. Həkim məsləhət gördü ki, birinci plastinkadan başlayaq. Onunla bağlı minlərcə mesaj gəldi. Plastinka ağrıdır, ağzımda qanamalar olur və yaxud da ki, məni incidir, gecələr yata bilmirəm və s. və s. Bunların heç birində Amildə müşahidə olunmadı. 2 gün biraz plastinkaya öyrəşməyə başladı, sonra isə hər şey çox rahat oldu. Məncə burada həkim seçimi çox əsasdır. Çox şükür ki, düzgün müayinə və müalicə əsasında plastinka ilə işimiz bitdi. Həkimimiz artıq breket üçün ölçülər götürür. Mən də bacılıq vəzifəsi yerinə yetirdim, motivasiya oldum, çəkdim, sizlə paylaşdım. Bir həftə sonra görüşərik.